problemlərdə cinsi zəiflik hallarında müayinədən keçərkən mütləq gizli şəkər, insülin rezistentlik, yəni insülinin keyfiyyəti barədə analiz və bir də insülinin miqdarı yoxlanılsın. Yəni bu göstəricilər vacibdir və eyni zamanda dediyim kimi dərman qəbul edərkən nəzərə alın ki, elə qrup dərmanlar var ki, onlar özləri də cinsi zəiflik yaradır. Bunlar hansılardır? Antihistaminlərdir. Sonra proton pompasının inhibitoru deyilir. Tibbi dildə mən özüm qəsdən tibbi dildə terminlər istifadə eləmək istəmirəm ki, insanlar məni başa düşsün. Yəni bir çoxumuzun istifadə elədiyimiz amiprazol, lansoprazol, pantoprazol adlanan dərmanlar var. Mədə turşuluğunu aşağı salmaq üçün. Bax, həmən dərmanı uzun müddət istifadə elədikdə cinsi zəiflik verir. Yəni buradan belə sadə dildə izah edirəm. Ona görə də yəni bu gördüyünüz kimi cinsi zəifliyin səbəbləri həddən artıq çoxdur. Bunları diqqətlə araşdırıb, tapıb və aradan qaldırmaq lazımdır ki, bu cinsi zəiflik aradan qalxsın. Arterial təzyiq barədə qeyd elədim. Yəni ən yaxşı müalicə üsulu kimi mən tanıyıram. Hicama və zəri, əsas da zəri. Müəyyən nöqtələr var, baş boyun ətrafında, başda həmən nöqtələrə qoyulan zəllər beyin qan dövranını yaxşılaşdırır. Onurğa üzərinə qoyulan zəllilər boyun nahiyəsində beyin qan dövranını yaxşılaşdırır, qanı durlaşdırır. Təbii ki, qanın durlaşmağı da cinsi funksiyonun yaxşılaşmağına xidmət edir. Penisin qanla dolmasını, penisin sərtləşməsini artırır. Ona görə bu üsullardan istifadə eləməyinizi məsləhət görürəm, amma bunlardan istifadə edərkən mütləq təcrübəli mütəxəssisin xidmətindən istifadə edin. Yəni hansısa 1-2 həftə kurs keçmiş adamların xidmətindən istifadə eləməyin. Yəni baxmayın ki, ucuzdur, nə bilim 10 bankanı 2 manata qoyur. Belə şeylərə aldanmayın. Yəni çalışın ki, mütəxəssisin, yəni tibbi təhsili olan adamın xidmətindən istifadə edin ki, sabah yəni problemlər yaranmasın. Hələlik bu qədər. İndi keçək suallara.